Qazax rayon Kosalar kənd sakini Aliyeva Gülnarə xanım, Kosalar kənd icra nümayəndəsi Əsədov Ramizin özbaşınalığından və haqsızlığından danışdı. Gülnarə xanım onu da qeyd etdi ki, Ramiz müəllim öz mənafeyini güdərək kənd sakinlərinin problemini həll etmək üçün yox, öz var dövlətini artırmağa çalışır. Bizlər də məsələyə aydınlıq gətirmək üçün Ramiz müəllimlə telefon əlaqəsi yaratmağa çalışsaq da cəhdlərimiz boşa çıxdı. Kənd sakinlərinin son ümidi ölkə başçısı cənab İlham Əliyevə və onun xanımı Mehriban xanım Əliyevayadır. Bizlər də ümid edirik ki, bu kadrlardan sonra Ramiz müəllimə dur deyən tapılacaqdır. Mən Qazax rayonunun Kosalar kəndinin sakini Aliyeva Gülnarə Eymin qızı. Mənim şikayətim bizim icra nümayəndəsindəndir. Ona görə məni dəli adlandırır, nəsə adlandırır. Mən meslekçiyəm, hərbidə işləmişəm, özüm də onun xadiməçisiyəm. Güya məni işdən çıxardıbdır, ona görə mənim onunla qərəzliyim var. Vallahi mənim onunla heç qərəzliyim yoxdur. Mən elmin yolu üçün demişəm. Bizim kənd direktorumuz olub 20 ildən artıq, Maksim Mustafayev bizə işıq listurları düzəltdirib idarəmizin qabağına. Onun hamısını söydü, apardı, doqqazda düzdü, qaz turbalarla bərabər təzə qaz çəkilən vaxtlar. İndi deyin, görək, onlar necə oldu? Doldurdular maşınla, nə elədi, nə vardı, o adam elədi. Mənim adamla da heç bir qəsdi qərəzliyim yoxdur. Məni dəli adlandırır, xahiş edirəm bu haqda məni yoxluğun, məni aparın. Hara lazımdır, yoxluğun, görüm dəli hərbidə ola bilərmi, dəli meseləsində işləyə bilərmi, dəli 3 diplomun sahibi ola bilərmi? Bax, bizim kəndin üzüm çənləri var idi. Bayramov Nizaminin təzə gətirdiyi zil var idi. Bu dəqiqə özəlləşdirib oğlunun qapısına qovdu. İndi hara qoyduğunu bəlkə də gizləyib deyə bilmərəm. Çox şeylər, kəndimizdə 2 işdə kombaynlar var idi. Biz niyə qıraq kətlərdən kombayn gətirməliyik? Hanı bunlar? Traktorlar var. Bax, burada bir yazıq bədbax Məhərrəm var. Bu dəqiqə o adama patent verir. Oğlanlar deyir bana. Ki, indi bilmirəm, gelib, bəlkə də mənim danışığımı eşidib onları tapşıracaq. Gəlin bana deyir ki, nə qədər istəyirsən, balana qurban olum. Mən sana hörmət eləyim, sən çıxış eləməklə, sən mənim 5-6 ayım qalıb, 7-8 ayım qalıb, çıxıb gedəcəm. Məni işdən qoy, pensiyumuzu penisiya çıxayım. Çox söhbətlər eləyir, deyiləsi döyüb bu mikrofon qarşısında, cəmaat içində, elimdir. Vallahi onunla mənim heç bir şeyim, dana bir aramızda mübahisəmiz yoxdur. Qurban olum, o adam Kosalar kəndində slesar işləyirdi, traktorist idi, traktorları, maşınları remont eləyirdi. İndi o adam oxuyub, oxumub, bilmirəm, hansı sənətin sahibidir, bilinmir. Bu dəqiqəna Allaha and olsun, ağzında 2 kəlmə sözünü danışa bilmir. İnanmayırsınız, özünü yoxlaya bilərsiniz. Onun işlərini, mavini var, Xudabi müəllim, o aparır. Bu dəqiqəna heç nədən, həqiqətən də sənətlərdən başı çıxmır o adamın. Bax, özünüz təhcə gəlin, o adamı yoxluğun, Xudabi müəllim, yanında başqa bir nümayəndələr olmasın, heç nə də bilmir. Ondan buna məsləhət alır, bu bir traktoristi, bütün millətin Kosalarda, bütün hamıya meydan oxuyur, heç kim maşını tələb eləyəmir, heç kim haqqını tələb eləyə bilmir, yolu tələb eləyə bilmir, deyir, yol düzəltdirmişəm. Sizə qurban olum, gəlin o yolu bir çəkin, görüm, nasıl yol düzəltdirdi. Traktorla gəldilər, yol əkdilər, bilmirsən, kartof əkirlər, soğan əkirlər, nə əkirlər, əkinlər də qırağa çıxmır. Yolları elə bir pis gündə ağını keçəmir, yalan deyir, 10 dəqiqə biz gəlirik, 4 saatlıq yolu, 2 saat, 4 kilometr yolu. Gəlin, yoxluğun, eləcə çəkin, görün. Maşınınızla Kosalara, skolu gəlib xəstələrə çatanmır, hamısı deyir, yolumuz pisdir, gəlməyirik, pis vəziyyətdədir. Pis vəziyyətdə qalmışıq biz. Bana deyir, bir var, mən öləm ki, sən burada, axı, mən çıxmamışdan qabaq sən işdən çıxacaqsan. Süpüriyətçi adamam, özüm 2 dəfə əməliyyat olmuşam, uşağım xəstə, o nəyə görə mənə deyir ki, sən işdən çıxmalısan? Mən nə demişəm, mən yəni olanlar demişəm, da demişəm, yolumuzu düzəl, haqqımızı tələb eləmişəm. İndi də keçək məytəmimizə, məytəmimiz valla pis gündədir, aynalara salafan tutulubdur, aynalar qırıq-qırıqdır. Heç içində onun köhnədən avadanlıqlar var idi, kompüterlər var idi, heç biri yoxdur. Məytəmimiz uçub tökülür, bir gün uşaqlarımız, körpələrimiz hamısı altında qalacaqdır. Niyə bununla bir məşğul olmurlar, baxmırlar, çəkmirlər. Kravat setkasından 3-cü mərtəbəyə şey qarşılar ki, uşaq birdən çıxar, oradan yerə düşər. Bir bunu baxaq, bir buna məşğul olan yoxdur. Körpələrimizi biz oraya ümid eləyirik ki, geçsin, oxusunlar, gələcəyin saldatı olsunlar. 2-3 nəvəm var, hamısı, ikisi yaxşı oxuyur, biri xərqətdə orada revmatizmə oldu. Bu dəqiqədə pis vəziyyətdən Qazağın həkimləri də götürmür, Tiflisə göndərir, Tiflisə də mənim pulum yoxdur aparmağa.
Hamısı o məktəbdə oldu. 600 revmatizmə olubdu. Valla deyəcəklər, niyə belə deyir? Nə olanı deyir, məktəbdə olanı. Hamısı soyuqluq. Uşaqdan oduna pul yığırlar, məktəbə odun getmir. İstilik yox. Uşaqdan niyə pul yığılmalıdır? Dəqiqədə hər şeyə pul istəyirlər, testə ver. Öldük valla, biz kasıb adamıyıq. O test nədir ki, bizim vaxtımızda niyə yox idi o test? Gündə 1 manat 80 qəpik hardan laq? Biz milyonçuyuq mu? Kasıb və sükümüzün üstündə dolanan bir insan. Süpürgəçi adamım. Anası 4 dəfə operasiya olub Şuamın. Atası xəstə, böyləyə xəstə, özünün qrişası var. Nə ilə eləyək biz bunu verək? Kim yığır pulu məktəbdə? Məktəbdə müəllimlər yığır. Müəllimlərə parayı verir uşaqlar. Nə bilim, ay uşaq kim yığır? Gəlin, deyin, görüm. Sizdən o testdə pul istəyənlər kimləri? Müəllimləri istəyir. Neçə müəllimdir bu, nədir? Hər müəllimə 20 qəpikdən mən hardan alayım? Sizə qurban olum. Ayım heç mən o qədər aylıq almıram. Heç onların şeyini də ödəmir. Testlərini də ödəmir. Pis gündədir. Uçuq cəmaatın başına tökülür. O məktəb uçsa, bizim körpələrimiz altında qalsa, ona nə cavab verəcəklər? Kim balasının başından keçibdir? Yollarımız pis gündə, məktəb pis gündə. Bir bunun yiyəsi yoxdur mu? Biz nə olardı? Bizə də bir indi təzə deputatımız gəldi. Bir nə olardı? Bir Qəniyyə Paşayev kimi deputat gəliydi bizə. Və and içdi ki, mən sizin yolu da düzəltdirəcəm, məktəbi də düzəltdirəcəm, məktəbə qaz çəkdirəcəm. Hani o deputat indi qırağa çıxsın. O deputanda da çox xahiş edirəm. Səni Allaha and verirəm, bana toxunma ilə. Mən kasıb bir insanam, xəstə bir insanam, özüm pis vəziyyətdəyəm valla. Canım darıxıb deyirəm sana. Sən dedin ki, ay xala, valla mən yeməyəcəm. Bax, burada sən seçkiyə gələndə dedim, mən o bir deputatlar kimi olmayacam. Kamran müəllim, indi mən haradasın sən? Çıx dana, köməkli elə, Qəniyyə Paşayev kimi, sən də ad qazanı ilə. Biz elə deputat istəyirik, elə nümayəndə istəyirik, elə hökumət istəyirik. İlham Əliyevin heç şeydən xəbari yox, bu cəmatın başına nə torba taxıyırlar bunlar. Dünya pul ayrılır yola, traktorla, yer əkənlə görülür, harada görülür ki, yer əkənlə yol əkilə, yol düzələ. Hana bunun asfaltı, hana neyle? Asfalt töyməsinlər, eləcə əksinlər, ona da razıyıq. Gəlsinlər, xırrasınlar, remə xırrından, xırrasınlar, heç olmasa yolumuz da düz olsun. Prezidentimizdən, icra başçımızdan kömək istəyirik, belə valla bu Beysavad icra nümayəndələrini gətirib bu cəmatın başına torba taxırlar. Ağzında iki kəlmə sözünü danışa bilmir. Bugünkü təşəkkür edirik ki, aidiyyatı olan insanların nə vəziyyətdədir o? Ona yaxşı denən cəmatı şantaj eləsin, hamı qorxusun, hamı hədə qorxu gəlsin. Neçə dəfələrlə mənim qapıma gəlin, mənə hər şey təklif edir o adam. Sana bu qədər hörmət edirəm, qırağa çıxma elə, nə işin var gözünü yum gediylə. Niyə? Mən niyə dəli adlandırsın o adam? Mən indi o adamı xahiş ederim sizdən. Bana köməkdarlıq elə, mənim dəliliyimi subut eləsin. Görün, mənim dəlxanımda kağızım varmı? Dəli vətən uğrunda müharibəyə gedərmi? Ağdamda olarmı? Kəlbəcərdə olarmı? Sizə qurban olum. Qazaxda 707-də 625-in vaxtından işləmişəm. Olarmı? Nəyə görə məni bu qədər adam şey eləyir? Ben qırağa çıxmışam deyin. Haqqımızı tələb eləyir. Cəmaat qorxur. O deyir ərimi tutturacaq, bu deyir oğlumu öldürtdürəcək. Nə hansı zamanədə biz yaşayırıq? Valla biz qorxu içində, bu icra nümayəndəsinin əlindən biz qorxu içində yaşayırıq. İndi deyir, qardaşım kömrükdə işləyir, orada onun dostları var. El eləməyən sizin belə eləyim. Bacanağımdır deyir, nəyimdir deyir, nəyiydi deyir, bilmirəm, deputatdır, sizi önünüzdə götürdər. Bunun hamısını Əsədov Ramiz deyir, bizim icra nümayəndəmiz. Nə istəyir bizdən? Allah'ın dostu, siz də məni bağışlayın. 2 dənə it gətirmişəm ki, rav olsun, uşağımı gəlib önümdə öldürtdürərlər. Heç olmasa səs olsun, biz yerə zəng eləyək, bizə kömək olsun.